Bir adam atasına və ya anasına bir yaxşılıq eləsin. Ata-ananın ürəyində sevinc var. Şad oldu oğlumun, qızımın bu hərəkətindən. Ata ürəyində desin ki, Allah sənə kömək olsun. Hədis var ki, bu dua qayıtmaz. Bu dua qəbuldur, zamindir Allah. Ata sevinib, şad olsun. Ana sevinsin, şad olsun. O halda övladı dua eləsin. O duanın qayıtmaq ehtimalı yoxdur. O dua qəbuldur. Nə qədər ata-ananız sağdır ki, itirənlər təəssüf getiriblər. Təəssüf baxımdan ki, savab əldən çıxır, yoxsa Allahın təqdirinə təəssüf demirik. Nə qədər ata-ananız sağdırsa qədrini bilin, orada əldə etdiyinizi heç yerdə əldə eləyə bilməzsiniz. Gelib doğrudan da bizdə indi adət olmayıb, başqa xalqlarda var, atanın əlindən öpəsən. Nə bilim mən, nə qədər bacarırsan xidmət göstərəsən, heç nə ilə ölçülmür.